bildirirlər ki, dişlərin ən yaxşısı siniri çıxarılsın, tək ağrı olmasın. Başqa mənə üçün lazım deyil. Əsas estetik görüntüsü gözəl olsun, əsas güləndə yaxşı görünüm, qalan mənə üçün lazım deyil. Stres, bəli, qıcıma, diş sıxma, diş əti çəkilməsinə səbəb ola bilər. Sərt diş fırçası ilə yanlış yöntəmlər diş fırçalama, diş əti çəkilməsinə səbəb ola bilər. Məsələn, bir çox insan bildirir ki, mən dişimi nə qədər təmiz saxlayıram, davamlı yuyuramı, yenə də dişim çürüyür. Adamlar deyir ki, mən şəkərli qidalardan da uzağamı, yenə də dişim çürüyür. Birinci qorumanı tüpürcək yaradır. Karbohidratdan zəngin bəslənən insanlarda çürük daha çox görsənir. Hamilə qadınlarda bu dövrdə daha çox ağız sağlamlığı ilə bağlı olan daxili orqan zədələnmələr baş verə bilər. Bu mövzuda istərdim danışaq ki, bəli, məhz ağız sağlamlığı digər hansı orqanlara təsir göstərir? Sırf mədədə olan hansısa bir problemlə bağlıdırmı, yoxsa diş və yaxud da diş əti problemləri ilə bağlı ola bilərmi? Və ümumiyyətlə nəfəsimizi necə təravətli saxlaya bilərik? Ağız qoxusunun səbəbi dil və yanaqlardır. Yəni ağız qoxusunun ən böyük səbəblərindən biri dil köküdür. Biz mütləq şəkildə dilimizi də fırçalamalıyıq. Yəni normal dişlərimizi fırçaladığımız diş fırçası ilə dilimizin və dil kökümüzü bir şəkildə təmiz tutmalıyıq. Salam. Sağlıq saatına baxırsa saata baxmaya ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yaraşı bitməz. Sağlıq saatının bugünkü qonağı stomatoloq, implantoloq Bəhruz İsmayılovdur. Salam Bəhruz doktor. Salam. Necəsiz? Xoş gördük, sağ olun. Siz necəsiz? Çox sağ olun. Sizinlə artıq ikinci dəfədir görüşürük. Birincidə səhv etmirəmsə implantologiya mövzusu haqqında danışmışdıq. Bu dəfə isə istərdim daha çox ümumiyyətlə ümumi diş sağlamlığı, ağız sağlamlığı haqqında danışaq. İlk sual əslində özümün ən çox yaralı olduğum bir yerdir ki, hansı ki ətraf bucaqdan eşidirəm bunu. Bilirik ki, biraz bu dövr, müasir dövr daha çox sosial mediada insanların bir-biri ilə biraz müqayisə etməsi, özlərini bəhs mövzularına görə daha çox estetikaya üstünlük verərək əslində orqanizmimiz üçün lazım və vacibi olan bəzi məqamları tapdalmalardır. Bunlardan biri də ağız sağlamlığına aid olan məhz dişlərin sinir məsələsidir ki, bir çox insan ağrıya dözümü olmur və yaxud da bildirirlər ki, dişlərin ən yaxşısı siniri çıxarılsın, tək ağrı olmasın. Başqa mənə üçün lazım deyil. Əsas estetik görüntüsü gözəl olsun, əsas güləndə yaxşı görünüm, qalan mənə üçün lazım deyil. Və yəni bu inancla gedirlər, yəni bunu eşidirəm ki, doğrudan gedir, bütün dişlərin hamısının sinirini çıxardırlar. Ki, dediyim kimi, tək ki, heç bir ağrı ilə gələcəkdə üz-üzə qalmasınlar. Amma məntiq onu deyir ki, dişin siniri çıxarılarsa, yəqin ki, artıq o dişlər daha kövrək, daha biraz soyuğa, istiyə, qıraqdan olacaq hər hansı bir mənfi təsirə, çürüməyə daha açıq vəziyyətdə olur. Yəni, məsələn, mən belə düşünürəm. Bəs siz necə düşünürsünüz? Ümumiyyətlə, dişlərin bu qədər, yəni bütün dişlərin sinirlərinin çıxarılması məntiqli bir addımdırmı və siniri çıxarılmış dişi ölü diş adlandıra bilərikmi? Ümumiyyətcə bu estetik məsələsində xırda bir toxunuş etmək istəyirəm. Biz tələbəlik dövrümüzdə, yəni bu 2000-ci illərin başından söhbət gedir. Bizdə diş həkimliyində öyrədilən birinci pasiyentə ilk öncə zərər verməməlisən. Primum nihil nocere deyə bir latınca bir sözdür, cümlədir. İlk öncə zərər vermə və pasiyentin problemini bərpa edərkən ağız bölgəsində birinci funksionallıq bizə öyrədilirdi ki, protezi və yaxud da hər hansı bir qurğunu ağızda düzəldərkən ilk öncə pasiyent çox yaxşı çiynəməlidir. Çox yaxşı çiynəməlidir, fonasiya danışmalıdır və ondan sonra estetik. Yəni estetika sonda gəlir. Çünki protezləmədə müəyyən qaydalar var ki, həqiqətən də daha gigiyenik olması üçün biz onu düzəltdiyimiz zaman müəyyən estetik problemlərə gətirib çıxardırdı. O zamanlar estetik qayğı ikinci dərəcəli idi. Yəni pasiyent üçün ən önəmli şey funksionallıq idi. Ancaq dövr dəyişdikcə, artıq görüntü önə çıxdıqca, estetika daha çox önə çıxdıqca artıq bu funksionallıq ikinci dərəcədə qalır. Bu funksionallıq necə olur, necə olmalıdır, gigiyenik protezlər necə olur, necə olmalıdır, bunun incəliklərinə girmək istəmirəm. Amma dediyiniz kimi estetika daha önə çıxdı. Bu isə müəyyən fəsadlara gətirib çıxardı. Bu estetikanın da olması həkimlərə bilavasitə pasiyentlər tərəfindən artıq yeridilir. Yəni, mənim dişlərim belə olmalıdır, 30 il əvvəlki cavanlıq şəklini gətirir, deyir ki, bəs belə idi mənim dişim, yeni də belə olsun. Elə düzəlt ki, mənim dişlərim ən azından bu dişlərə oxşasın. Tam olmasa da bu dişlərə mən cavanlıq gözəlliyimə geri qayıtmaq istəyirəm. Bu
Pasiyentə izah eləmək çox çətin olur ki, 30 il bundan əvvəlki çənə deyil, o çənəniz o çənə deyil, gülüş xəttiniz o deyil, artıq üz strukturanız o deyil, qapanışınız o deyil. Yəni bir çox şey dəyişibdir. Bu dəyişilən amillərlə sizin o dişinizin formasını, gülüşünüzü geri qaytarmaq hardasa imkansıza yaxın bir şeydir. Təəssüflər olsun ki, biz bunu insanlara açıqlamaqda çox çətinlik çəkirik. Sinirin çıxan dişlərin iki cür sinir olur. Biri dişin direkt kanalından gedən sinir. Bu daha çox dişin özünü çürüməyə qarşı olan qorumadır. İstiyə, soyuğa qarşı olan qorumadır. Dişin bu içindən kanalından gedən sinir olmadığı zaman diş çürüməyə həssas olmur. Ölü diş mi sayılır? Xeyr. Yəni araşdırmalar göstərir ki, dişin quruluq dərəcəsi deyək. Yəni dişin siniri çıxardıldığı zaman canlı dişdən quruluq olaraq, yəni tərkibindən su əksilməsi, çünki vücudumuzun bir çox bölməsi su olduğu üçün dişin də tərkibində su geniş faiz təşkil edir. Canlı dişdən nə qədər fərqi var? 2-3%. Yəni çox belə bir fərqi yoxdur. Siniri çıxan dişlərin iki mənfi tərəfi var. Birincisi, siniri çıxartmaq üçün dişin defekti daha böyük olur. Yəni bizim açdığımız o kavite dediyimiz o boşluq daha çox böyümüş olur. Yəni dişin toxmasından daha çox itirilmiş olur. İkincisi də dediyim kimi çürüyə qarşı qorunmasız olur. Dişin ikinci siniri isə dişin ətrafında olur, kökün ətrafında olur. Yəni bu isə travmalara qarşı hansı qidaları çiğnəyə bilərik? Yəni çənənin pozisiyasını təyin edir və travmalara qarşı qoruyan sinirdir. Buna proprioseptiv sinirlər deyirik. Bu isə diş əti problemlərində artıq ortaya çıxır. Yəni çürümələrdə deyil də, çürümələrdə dişin kanalından keçən sinir zədə görür. Ancaq kənarlarındakı sinir isə, liqamentər bağlantılarda olan sinirlər isə diş əti problemlərində ortaya çıxır. Təbii ki, bu sinirləri qorumaq son dərəcə vacibdir. Çünki dişi həqiqətən də müəyyən travmalara qarşı, bakteriyalara qarşı qoruyur. Siz özünüz məsələn tərəfdarısınız dişlərin sinirinin çıxarılmasına, yoxsa sinir qalsa daha yaxşıdır? İndi belə bir şey deyim də, təbii ki, sinirin möhkəmlik açısından yəni. Yox, onu çıxarılmalıdır və ya çıxarılmamalıdır. Yəni bu ya çıxarılmalı, ya çıxarılmamalı. Bu keyfə bağlı bir şey deyil. Yəni təbii ki, bir pasiyent gəlsə, az öncə qeyd elədiniz, mən elə bir situasiyadan üzləşməmişəm. Hə, mən bütün sinirlərimi çıxart, problemi yoxkən mən gələcəkdə ağrı hiss etmirəm. Təbii ki, heç mən o pasiyenti otaqdan qəbul eləmərəm. Yəni gedin, bu düşündüyünüz tamamilə yanlış bir şeydir. Dişin siniri o vaxt çıxarılır ki, dişdə spontan ağrılar olur, istiyə qarşı reaksiya olur və davamlı dayanmayan gecə ağrılar olur. Bu nə deməkdir? Artıq sinirin təsir altında qalmağı, infeksiyalaşması deməkdir. Bu artıq sinir infeksiyalaşır və ölümə doğru gedir. Yəni bunu çıxartmaq lazımdır. Bu funksionaldır. Mən məhz dediyim kimi heç bir problem olmadan, öncəki məsələn ağrılardan yola çıxaraq ki, məndə 2-3 səbə ağrı yox, həmin gecələri mən yuxusuz keçirmişəm. Məhz bundan dolayı ən yaxşısı ən başdan çıxardım. Gələcəkdə mənə problem yaratmasın. Xeyr, dediyim kimi açıqcası elə bir pasiyentə rast gəlməmişəm. Yəni əksinə pasiyentlər artıq bilinçlənir, ondan sonra sinirini çıxartmamaq tərəfdarı olur. Məsəl üçün gəlir çürük var. Deyirlər, doktor, bunu blomplaya bilərsinizmi? Ancaq müəyyən simptomlar var ki, biz bilirik ki, onu blomplasaq daha şiddətli ağrılar ortaya çıxır. Yəni o sinirin çıxması artıq göstərişdir. Biz onu çıxartmalıyıq. Dediyim kimi gecə ağrıları varsa, istiyə qarşı ağrı varsa. Bu başa düşülən. Hə, amma təbii ki, heç bir problem olmadan hər hansı bir pasiyentin tutub da, yəni pasiyent israr eləsə belə, bu qeyri-etikdir. Həkim qətiyyən ona yanaşmamalıdır. Yəni qətiyyən heç bir həkimə o həkim dolaşmalıdır və bütün həkimlər onu uzaqlaşdırmalıdır ki, belə bir şey. Yanaşan həkimlər var. Mən birinci dəfə həqiqətən də sizdən eşidirəm. Təbii ki, təcrübə olmuş ola bilər, başınıza gəlmiş ola bilər. Bəlkə də özünüz istəyirsiniz, amma yəni bu tamamilə yəni həkim tərəfindən icra olunursa, bu qeyri-etik bir şeydir. Yəni pasiyent gəlib məcbur eləsə belə ki, mən bunu istəyirəm, həkim qətiyyən yanaşmamalıdır elə bir şeyə. Yəni siniri çıxan diş təbii ki, cansız dişdir, müəyyən xarici amillərə də qorunaqsızdır. Bir də doktor, son illərdə diş əti çəkilməsi problemi çox yayılıb. İstərdim bunun səbəbindən danışaq ki, ümumiyyətlə diş ətinin çəkilməsinə səbəb daha çox pis ağız gigiyenasıdır, yoxsa məsələn yanlış fırça seçimi ola bilər, stres ola bilər və yaxud da dişlərin qıcanması, sıxılması ola bilər. Yoxsa bu kimi faktorlarda bir alt səbəb kimi göstərə bilərik. Diş əti çəkilməsi əslində çürük kimi əvvəldən də, yəni bu patoloji bir xəstəlik vəziyyətidir. Multifaktorialdır, yəni bir çox səbəbi var. Yəni qeyd etdiyiniz bütün səbəblər diş əti çəkilməsinə səbəb ola bilər.
ağız gigiyenasının pis olması, diş daşlarının yığılması. Diş daşları yığıldığı zaman orada bir patolojik bir ortam olur. Yani bakteriya yığılır ora və təbii olaraq bir orqanizma qaçmağa çalışır. Yəni diş əti o mikroblardan qaçmağa, özünü qorumağa çalışdığı üçün və getdikcə çəkilməyə başlayır. Bununla yanaşı yanlış diş fırçalama, sərt fırçalardan yanlış bir şəkildə istifadə etmə. Həqiqətən də pasiyentlərin mən deyərdim ki, çox böyük bir qismi professional fırçalamağı bacarmırlar, bilmirlər və araşdırmırlar da. Yəni sadəcə deyirlər ki, hə doktor, mən gündə 2 dəfə fırçalayıram. Ancaq necə fırçalayırsınız? Nə qədər fırçalayırsınız? Hansı yöntəmdən fırçalayırsınız? Bir göstərin dediyiniz zaman artıq bir çox yanlışlar olunduğunu görə bilərsiniz. Stres, bəli, qıcıma, diş sıxma, diş əti çəkilməsinə səbəb ola bilər. Sərt diş fırçası ilə yanlış yöntəmlər diş fırçalama, diş əti çəkilməsinə səbəb ola bilər. Yanlış konstruksiyalar, yanlış diş ətini qıcıqlandıran və yaxud da ki, diş ətinin cibi dediyimiz o cib hissəsinə, daxilinə daha çox invazyon olan, daxil olan konstruksiya, körpü kənarları və yaxud da blomplar adətən bir diş daşı funksiyası görür və diş əti ondan çəkilməyə başlayır. Və eyni zamanda genetik olaraq çəkilmələr necə olur? Müəyyən genetik keçişli xəstəliklər nəticəsində keçə bilər. Məsəl üçün, aqressiv periodontitis dediyimiz, aqressiv şəkildə uşaqlıqdan 6 yaşından etibarən diş əti problemləri, hətta dişin artıq sallanıb, oynayıb düşməsinə qədər, çəkilməsinə qədər diş əti problemi olan xəstəliklər var, hansı ki, bunlar genetik keçir və anatomik olaraq genetik keçiş eləyən bəzi situasiyalar var ki, pasiyentin incə diş əti olur. Biz ona fenotip deyirik. İncə diş əti olan pasiyentlərin zamanla bu fiziolojik çəkilmədir. Hər hansı bir patolojik səbəb olmadan, yəni qıcamadan, diş daşı olmadan, stres olmadan, müəyyən faktorlar olmadan incə bir diş əti artıq bəslənmə yetərsizliyi olur və o xırda bir travma və yaxud da xırda bir xarici amil onun çəkilməsinə səbəb olur. Hansı ki, qalın olsaydı o çəkilməzdi. Anatomik səbəblər də var. Bəli, diş əti çəkilmələri artıb deyə bilərik, ancaq cəmiyyətin buna yanaşması daha fərqlidir. Yəni çürükdən və yaxud diş əksikliyindən daha fərqlidir. Yəni diş əti çəkilməsi onlar üçün diş çürüməsi qədər çox böyük bir problem görsənmir. Amma halbuki o da ən az diş çürüməsi qədər və ya dişin itirilməsi qədər problemdir. Niyə görə? Çünki bunun nəticəsində diş ətinin çəkilməsi nəticəsində diş itiriləcək, diş əti çəkilən bölgələrdə həssaslıq olacaq, çürüyə açıq olacaq, estetik cəhətdən problem olacaq, davamlı diskomfort olur orada, davamlı küt ağrılar. Və diş əti çəkilməsinin müalicəsinə gəldikdə isə diş əti çəkilmənin tək müalicəsi cərrahi müalicədir. Yəni çünki diş əti bəlli miqdar çəkildikdən sonra onun artıq geri gəlməsi, yəni müalicə etdiyimiz zaman, deyək ki, diş daşlarının təmizləndiyi zaman və yaxud da ki, deyək ki, stresi var, sıxır, bruksizmi var, müəyyən aparatlar düzəldirik. Dişə gələn qüvvəti maksimal dərəcədə azaldır. Bunlara baxmayaraq belə müəyyən miqdar çəkilmiş diş ətləri geri qayıtmır. Bunu ancaq plastikla pasiyentin öz toxumasından götürərək ora əlavə olunub o şəkildə defekt düzəldilə bilər. Eyni zamanda bu defekti düzəltmədə ikinci bir məqsəd odur ki, biotipi qalınlaşdırmaq, yəni diş ətini qalınlaşdırırıq ki, gələcəkdə çəkilmə bir daha olmasın. Çünki qalın diş əti yaxşı bəslənmiş diş ətidir, yaxşı qorunaqlı diş ətidir və çəkilməyə qarşı müdafiəli diş ətidir. Hal-hazırda bu diş ətinin çəkilməsi ilə paraleldə diş çürüməsi problemini hallandırdınız ki, diş çürüməsi də ən çox yayılmış problemlərdən biridir məhz ağız sağlamlığında. İstərdim soruşum ki, məsələn, bir çox insan bildirir ki, mən dişimi nə qədər təmiz saxlayıram, davamlı yuyuram, yenə də dişim çürüyür. Hətta belə bir testdə sürənlər var ki, mən şəkərli qidalardan ümumiyyətlə uzağam. Yəni normal deyirlər ki, məsələn, çox şəkərli qidalar, konfet falan yedikdə, karamel falan istifadəsində daha çox dişlər çürüyür. Adamlar deyir ki, mən şəkərli qidalardan da uzağam, yenə də dişim çürüyür. Yəni bu hallarda diş çürüməsinə hansı alt faktorlar, məsələn, indicə genetika dediniz, yəni genetika kimi, genetikanın özü də ola bilər və yaxud da qəbul olunan başqa bir dərmanlar ola bilər. Məsələn, paraleldə hansı bir müalicə alır, başqa bir dərmanlar, deyək ki, antibiotik istifadəsi falan da diş çürüməsini gətirib çıxara bilirmi? Bəli, diş əti çəkilməsi kimi də diş çürüyü də multifaktorialdır, yəni bir çox səbəb olur. Təbii ki, insanın ağzında təbii qoruma vasitəsi olan tüpürcək var. Zaten genetik yatkınlıq o deməkdir. Yəni tüpürcəyin tərkibindəki müəyyən maddələr var ki, immunoqloblinlər var ki, bunlar çürük yaradan bakteriyalara qarşı savaşırlar. Bəzi insanlarda bu bakteriyalar, daha doğrusu bu immunoqloblinlərin sayısı və yaxud da ki,
funksiyası daha zəif olur və tüpürcəyin strukturası, tüpürcəyin tamponlama xüsusiyyəti var. Tamponlama nə deməkdir? Yəni ağız ortamını turşu mühitdən daha çox qələvi mühitə, yəni o ağız pH-ını dediyimiz, yəni turşu və qələvi mühiti balanslaşdırma xüsusiyyəti var. Tüpürcək həqiqətən də birinci qorumanı tüpürcək yaradır ağızda. Az öncə çox gözəl qeyd elədiniz, doğru qeyd elədiniz ki, bəzi insanlar var ki, davamlı fırçalayırlar, ancaq bunlarda çürümə, diş əti qanaması, diş əti xəstəlikləri sürətli olur. Ancaq elə insanlar var ki, biz öz pasiyentlərimizdən də bunu şahidiyik, yaxın insanlardan da şahidiyik ki, məsəl üçün aylarla dişini fırçalamır, ancaq çürük olmaz, diş əti qanaması olmaz. Bunun ən böyük, ən birinci faktoru, səbəbi genetikdir. Yəni tüpürcəyi çox güclüdür, çürüməyə qarşı funksionaldır, tamponlama qabiliyyəti çox yüksəkdir. İkinci də ki, müəyyən genetik amillər var ki, dişin özündən qaynaqlanır. Yəni dişin strukturasından qaynaqlanır. Bu dişlərin belə deyim, səthi daha çox anatomik patolojilər deyirlər, daha doğrusu anatomik qüsurlar deyirlər. Bu dişin səthi daha çox mikroorqanizmayı yığmağa meyillidir. Yəni mikroorqanizma kolonizasiyasına meyillidir. Yəni bunları biz təmizləsək belə gedir bir aydan sonra təkrar yaranır. Bu dişin anatomik xüsusiyyətindən qaynaqlanan bir şeydir. Belə xəstələr həqiqətən də gigiyenasına 2 qat daha diqqət eləməlidirlər. Gələk fırçalamağa. Fırçalama isə cəmiyyətin böyük bir qismi, çox böyük bir qismi professional fırçalamağı bacarmır. Yəni professional fırçalama necə olmalıdır? Çünki dişin 5 səthi var. Önün arxasını təmizləyirlər, üstünü təmizləmirlər, ancaq nə qalır? 2 diş arası kontakt nöqtələri qalır. Halbuki çürüklərin bir çox böyük qismi oradan başlayır. Kontakt nöqtələri. Çünki fırça ora yerləşmir. Yəni insanlar bilməlidir ki, bir mənalı olaraq ən azından həftədə 2 dəfə, 3 dəfə, ən azından əslində doğrusu hər gün diş sapından istifadə etməkdir. Çünki biz fırçalayırıq, ancaq dişlər arasında mikroorqanizma yığılır. Oradan başlayır diş ət xəstəlikləri və çürümələr başlayır. Yəni ona görə davamlı fırçalayıram, amma dişlərim çürüyür deyən insanlar davamlı fırçalasalar belə professional gigiyeniyaya əməl edə bilmirlər. Bunu bir şəkildə öyrənməlidirlər və tətbiq etməlidirlər. O zaman həqiqətən də çürük miqdarının azaldığını görəcəklər. Yəni professional şəkildə gigiyeniyaya əməl etdikləri zaman həqiqətən də diş daşlarının minimal dərəcədə yığıldığını və diş çürüklərinin minimal dərəcədə əmələ gəldiyini görəcəklər. Karbohidratla təbii ki, çürüyü əmələ gətirən karbohidratlardır. Karbohidratdan zəngin bəslənən insanlarda çürük daha çox görsənir. Çünki ağızdakı o çürük yaradan mikroorqanizmalar, bakteriyalar karbohidratlardan qida kimi istifadə edib müəyyən turşuları ifraz edir. Bu turşular da dişlərdə ərimələrə, belə deyək, çürümələrə səbəb olur. Bəli, karbohidratları azaltdığımız zaman və həqiqətən də professional təmizlik etdiyimiz zaman genetikanın da önünə keçə bilərik. Yəni genetik olaraq çürüyə yatqınsanız belə bu iki amili çox yaxşı, belə deyim, lazımi şəkildə bu iki amildən istifadə edib karbohidrat azaltmaq və professional şəkildə diş təmizliyi, ağız gigiyenası biz çürüyü çox böyük bir miqdarda, miqyasda azalda bilərik. Yəni toparlayım, işin təməlində əsasən gigiyeniya yatır. İşin təməlində. Çox ciddi, belə deyim, xəstəliklər var ki, insan bədəndə deyək ki, kalsium ciddi şəkildə defisitdir, D vitamini ciddi şəkildə defisitdir və yaxud da ki, müəyyən preparatlardan, daha çox narkotik vasitələrdən istifadə edən pasiyentlər, insanlar olur ki, bu təbii ki, sadəcə dişin strukturasına deyil, bütün bədən strukturasına, bütün hüceyrələrə mənfi təsir edir. Bilavasitə eyni zamanda dişin diş ətlərinə və dişin sərt toxumalarına ciddi şəkildə çürüksüz defektlər deyirik biz buna. Çürümə olmadan, bakteriya olmadan belə dişin o strukturasını poza bilirlər. Buna stres də daxildir, bruksizm, dişin strukturasını poza bilirlər və bəzi preparatlar var ki, lokal immuniteti zəiflədirlər. Nədir onlar? Məsəl üçün, bəzi antidepresanlar var, antihipertansivlər var, təzyiqə görə istifadə olunur və bu dərman vasitələrini çoxaltmaq olar. Hansı ki, bunlar ağız quruluğu yaradırlar. Biz qeyd etmişdik ki, tüpürcək birincili qorumadır. Yəni, insanın ağzındakı bakteriyalara qarşı ən yaxşı savaşı verən tüpürcəkdir və biz o tüpürcəyi müəyyən vasitələrdən quruduruq. Bu zaman nə olur? Diş ət çəkilməsi də olur, diş ətində xəstəliklər də yarana bilir, çürüklərə də açıq olur və bu insanların çürük yaranma potansiyalı daha yüksəkdir.
bir şəkildə ağız tüpürcəyini artırma Ağzı vasitələri. dehidrə eləyən bir çox şeydən Bəli. Ağızda dehidrə eləyən, ağzı quruducu bir çox vasitələr ola bilər, bir çox dərman preparatları ola bilər. Hətta elə dərman preparatları var ki, diş ətində şişkinlik yaradır. Yəni pasiyentin gigiyenası çox yaxşıdır, əməl edir, ancaq bəzi hipertansivlər var, antiepileptik, epilepsiyaya qarşı dərmanlar var və yaxud da doğum kontrol dərmanları var qadınlarda. Bunlar diş ətində şişlik, yəni belə deyim, yalancı bir şişlik yarada bilirlər və o diş ətinin şişməsi, həddindən artıq şişməsi də zaten mikroorqanizmaların daha yaxşı gizlənməsinə, daha yaxşı kanalizasiya olmasına səbəb olur. Bununla yanaşı deyək ki, o preparatları istifadə edən pasiyentlər gigiyenaya yaxşı əməl etmədikləri zaman səhnə daha da acınacaqlı olur. Tablo daha da pis olur. Həm dərmanın effekti olur, həm də ki, gigiyenanın pis olması və bunlarda diş əti problemləri daha ciddi olur, çürüklər daha ciddi olur. Ümumiyyətlə, bu bölümə başlayanda ilk öncə daha çox bu ağız sağlamlığı ilə bağlı estetika və funksionallıq haqda giriş eləmişdik. İstərdim biraz o mövzulara qayıdaq ki, bir çox insan ümumiyyətlə ağız sağlamlığını sadəcə ağızla limitləndiyini, ağızla məhdudlaşdığını sənn eləyir. Amma dediyim kimi, ümumi insan olaraq orqanizmin hər şeyin başlanğıc nöqtəsi kimi ağzı götürsək, məncə mütləqdir ki, daxili orqanlarla da hansısa bir əlaqəsi vardır. İstərdim sualı bu şəkildə qoyaq ki, ağız sağlamlığı hansı daxili orqanlarla əlaqədədir? Bildiyim qədərilə ürək, böyrək və yaxud da hətta hamilə qadınlarda bu dövrdə daha çox ağız sağlamlığı ilə bağlı olan daxili orqan zədələnmələr baş verə bilər. Bu mövzuda istərdim danışaq ki, bəli, ağız sağlamlığı digər hansı orqanlara təsir göstərir? Bəli, yenə bir şey qeyd etmək istəyirəm ki, ağız sağlamlığı cəmiyyətdə ikinci plana atılır. Məsəl üçün, birinin mədəsi ağrıdığı zaman həmən həkimə və yaxud da ürək ağrıdığı zaman həkimə müraciət edilir. Ancaq dişi ağrıdığı zaman düşünür ki, 28 və ya 32 bir dişim var, bir əksik olsa problem olmaz. Ancaq bu elə bir şey deyil. Hətta mən sizə bəzi xəstəliklər deyim ki, onlar sırf ağız boşluğundan yaranan və ciddi problemlərdir. Revmatizmanın özü. Revmatizma oynaqlarda revmatik xəstəliklər, degenerativ xəstəliklər, daha doğrusu infeksiyon xəstəliklər, oynaqlardakı infeksiyon xəstəliklərinin daha çox ağızdan başlayır uşaqlıq dövründə. Ağzında çox ciddi şəkildə irəli dərəcədə yayğınlaşmış çürüyü olan uşaqlarda beta hemolitik streptokoklar dediyimiz bir bakteriya növü var. Bunlar çürük yaradan bakteriyalardır. Və bunların sayı çox olduğu zaman bunlar qan vasitəsilə və limfa vasitəsilə insanların oynaqlarına, ürəyinə və böyrəklərinə yerləşə bilirlər. Yəni bu bakteriyaların irəliki dönəmlərdə oynaqlarda revmatizma, ürəkdə müəyyən qəlb qapağı problemləri və böyrəkdə müəyyən böyrək xəstəlikləri yarada bilirlər. Yəni ağız sağlamlığı bir kənara qoyduğumuz zaman həqiqətən də çox ciddi daxili orqanlarda problemlərə gətirib çıxarda bilər. Çox yaxşı qeyd etdiniz ki, hamilə qadınlarda, hamilə qadınlar hamilə qalmamışdan öncə mütləq şəkildə təəssüflər olsun ki, bu çox yayğın deyil. Ancaq inkişaf etmiş ölkələrdə müşahidə edərsiniz ki, hamiləliyi planlamadan öncə mütləq şəkildə qadın bir diş həkiminə kontrol elətdirir. Çürüyü varsa, çürüyü təmizlədir, diş daşı varsa, yəni bütün ağızdakı problemləri həll etdirir. Çünki hamiləlik dövründə invaziv girişimlər, yəni iynə vurmaqdır, müəyyən stres yarada biləcək işləmlər çox ciddi fəsadlara gətirib çıxarda bilər hamiləlikdə. Ona görə hamiləlikdə diş əti, ağız sağlamlığı, ağız problemləri fetusa, yəni uşağa da çox mənfi təsir edə bilər. Bəhs elədiyim bakteriyaların düşüyə qədər gətirə bilər, yəni uşağın düşməsinə qədər, çeninin düşməsinə qədər gətirə bilir. Ondan da əlavə ağız sağlamlığı hamiləlikdə müəyyən faktorlardan dolayı lokal immunitet düşər aşağı. Hamilə qadınlarda, xüsusən gecə onlarda acımalar olur, qalxıb yemək yemələr. 2 qat, belə deyərdim ki, ağız gigiyenasına diqqət etmələri gərəkir ki, bu fəsadlar sonradan böyüməsin. Bəli, ağız sağlamlığı bəstə alınacaq bir şey deyil. Bir çox xəstəliklərin, hətta yeni araşdırmalar diş kökünün kistası, yəni diş kökündə yaranan hər hansı bir infeksiyon bir proses xərçəngi tətiklədiyi, xərçəng hüceyrələrini yarada biləcək o genetik faktorları tətiklədiyini, atipik hüceyrələr, yəni xərçəng yaradacaq hüceyrələr tətiklədiyini və xərçəng yaranma riskinin daha da artdığını ortaya qoyan çalışmalar var. Zaten ağız bədənə açılan ən böyük qapıdır və ağız mukozası, diş əti o qədər çox qanlanır ki, yəni kapilyar damarların miqdarı çoxdur, çox qanlanan bölgədir və oradan daxil olan bakteriyalar
ağızda əmilim, qidaların əmilimi olsun, istər toksik maddələrin əmilimi olsun, çox sürətli olur. Və o qana əmilən maddələr, toksik maddələr, istər bakteriya olsun, yəni hər bir orqanda gedib fəsad törədə bilər. Bu qədər problemlər danışdıq, diş çürüməsi, diş əti, ümumiyyətlə ağız sağlamlığı və bunun bir belə deyim göstərgəsi kimi daha çox ağız qoxusu bir çox insan tərəfindən hallandırılır ki, məsələn ağız qoxusunda bir problem varsa, demək ki, mütləq ki, ağızdansa bir problem var. Amma bir çox insan da həmçinin ağız qoxusunu sırf mədəyə bağlayır. Gedirlər daha çox gastroenteroloqa ki, mədədə 100% bir problem var ki, bu özünü sırf ağızda göstərir. Yəni bunu bir sual kimi qoyası olsaq, ümumiyyətlə ağız qoxusu sırf mədədə olan hansısa bir problemlə bağlıdırmı, yoxsa diş və yaxud da diş əti problemləri ilə bağlı ola bilərmi və ümumiyyətlə nəfəsimizi necə təravətli saxlaya bilərik? 5 tip ağız qoxusu var. İndi mən bunların hamısından bəhs eləməyəcəm. Mədədən gələn ağız qoxusu fiziolojik ağız qoxusudur. Daha çox ac olduğu zaman insanın səhərlər qalxdığı zaman və yaxud da axşam deyək ki, ac yatır. O fiziolojik ağız qoxusudur. Bu demək olar ki, hər kəsdə olur. Yəni bu qəbul edilən bir patolojik olmayan bir ağız qoxusudur. Ancaq ağız qoxusunun ağızdan qaynaqlanan bilinenin əksinə iltihaplı diş ətindən və yaxud da çürükdən daha ziyadə, daha çox ağız qoxusunun səbəbi dil və yanaqlardır. Yəni ağız qoxusunun ən böyük səbəblərindən biri dil köküdür. Qoxu yaradacaq bakteriyalar daha çox dil kökündə yerləşir və dilin məməciklər deyək, yəni onların arasında gizlənərək və orada fermentasiya yaradaraq orada müəyyən qoxulara səbəb ola bilirlər. Daha çox ağızdan qaynaqlanan ağız qoxusu mövcuddur. Yəni bunun da ağızdan qaynaqlanan ağız qoxusunda daha çox dil və yanaqlardan qaynaqlanır. Onun üçün bilinenin əksinə dişləri təmizlədiyimiz zaman biz mütləq şəkildə dilimizi də fırçalamalıyıq. Yəni normal dişlərimizi fırçaladığımız diş fırçasıyla dilimizin və dil kökümüzü bir şəkildə təmiz tutmalıyıq. Bunu bəzən öyümə refleksi yüksək olan pasientlər bunu eləyə bilmirlər. Dil təmizliyini eləyə bilirlər. Onun üçün də müəyyən qarqaralar var. Onlardan istifadə edə bilirlər. Amma yaxşı olar ki, mexaniki bir təmizlik etsinlər. Yəni ağızdan qaynaqlanan, dediyim kimi, qoxunun böyük bir qismi dildən qaynaqlanır. Təbii ki, çürük qoxu yarada bilir. Ancaq iltihaplı, problemli, patolojik diş ətindən qoxu yaranmaz. Deyək ki, parodontoloji bir xəstəlik var, diş əti xəstəliyi var. Bu insanda diş ətindən qaynaqlı bir qoxu olmaz. Bu qoxu da, təbii ki, bu insanlarda qoxu olur. Bu qoxu da dil qaynaqlı qoxulardır. Yəni, eyni xarakterli patoloji yaradan bakteriyalar dilin üzərində kolonizasiya olur, yığılır və orada qoxu yaradır. Ağızda qoxusu olan insanlar diş təmizliyi ilə bərabər, təbii ki, buna diş sapı da daxildir, fırçalama və diş sapından bərabər dil təmizliyi və yanaq təmizliyi etdiyi zaman yəni ağız qoxularının keçdiyini müşahidə edirlər. Bir də qandan qaynaqlanan qoxular var. Yəni daxili orqanlarda, məsəl üçün böyrəklərdən və ağciyərlərdən, böyrəklərin və ağciyərin iltihabi xəstəliklərindən dolayı qan vasitəsilə ağızdan gələn qoxu var. Yəni bir orqanda hər hansı bir patologiya varsa, iltihab prosesi varsa, o qana qarışır və o qoxu ağızdan buxarlaşır. O pasientlərdə müəyyən ölçümlər olunur. Qan qazı ölçümləri deyirlər. Hansı ki, hidrojen birləşikliyi, sülfür birləşikliyi qazlardır onlar. Bunları ölçmək lazımdır. Ancaq bu pasientlər də ağız qoxusu olan pasientlərin çox az bir qismini təşkil edir. Yəni qoxunun daha çox səbəbi, %80 səbəbi ağız boşluğudur. O ağız boşluğunda qoxu yaradan amil dil və yanaqdır. Dil kökü və yanaqdır. Əsasən dili və yanağı təmizlədikləri zaman və xüsusən siqaret çəkən pasientlərdə bəlli bir ərp yaranır ki, dili örtür və onun altında bakteriyalar başlayır inkişaf eləməyə. Dil təmizliyi olduğu zaman bu qoxu yavaş-yavaş gedir və tamamən öz həllini tapır. Təbii ki, yenə vurğulayıram, çürüklərin yayğınlığı, çürüklərin böyüklüyü qoxu yaradır. Ancaq eyni bakteriyalar, çürük yaradan bakteriyalarda dildə kanalizasiya olub, orada yəni dildən daha çox qoxu yaymağa başlayırlar. Doktor, son olaraq ümumi belə mövzuları toparlasaq, onsuz bu bölüm deyək ki, ağız sağlamlığı haqqındaydı. Son olaraq buradan izləyicilərimizə məhz ağız sağlamlığı barəsində hansı tövsiyələr vermək istərdiniz? Təbii ki, yeyilən qidalara diqqət olunmalıdır. Yəni zaten karbohidrat ağırlıqlı bəslənmə sadəcə ağız sağlamlığını pozmur. Yəni vücudun bir çox toxumalarına zərər vurur.
şəkərli qidalar, karbohidratlı qidalar. Bunları azaltmaq tövsiyə olunur. Təbii ki, professional təmizlik, yəni professional təmizliyi bir həkimdən öyrənə bilərlər və yaxud da ki, bir çox tədris yönümlü videolar var. Sosial şəbəkələrdə öyrənə bilərlər. Fırçanı necə tutmaq lazımdır, necə fırçalamaq lazımdır, hansı fırçalardan istifadə etmək lazımdır və fırçanı nə qədər istifadə etmək lazımdır və ən əsası diş sapı, diş ipi istifadə etmə alışqanlığı qazanılmalıdır. Bu bir mənalıdır. Yəni diş sapı istifadə etməyən pasiyent, hər hansı bir insan mən ağız gigiyenama diqqət edirəm, riayət edirəm deməsi qəbul olunan bir şey deyil. Ondan əlavə inkişaf etmiş ölkələrdə mütləq şəkildə təbii ki, onları sığorta qarşılayır. Onlar 6 ayda bir mütləq şəkildə vizitlər, diş həkimliyi viziti edirlər. Yəni elə çürüklər var ki, pasiyent bunu ilkin mərhələsində fərqinə vara bilmir. Yəni bunu ancaq həkim aşkarlaya bilər. Hər hansı bir diş əti problemi varsa ilk mərhələdə pasiyentin özü aşkarlamaya bilər, fərqində olmaya bilər. Bunu həkim aşkarlayır. Bu alışqanlıq da mütləq şəkildə oturmalıdır. Yəni pasiyentlər həkim vizitlərini sırf problem olanda deyil də profilaktik olaraq mütləq şəkildə getməlidir. İndi müəyyən xəstəliklər var ki, onların yaş həddi var. Deyək ki, xərçəng xəstəliklərindən profilaktik məqsədlə, xüsusən həzm sistemi xərçəngi deyirlər ki, 40 yaşından sonra 2 ildə bir, ən gec 2 ildə bir həkim müayinəsinə düşmək lazımdır. Ən azından profilaktik olaraq hətta gastroskopiya, kolonoskopiya olunmalıdır. Yəni diş ağız sağlamlığı da o şəkildə, yəni profilaktik məqsədlə mütləq şəkildə heç olmasa ildə bir dəfə həkim müayinəsindən keçməlidirlər. Yəni bizdə o alışqanlıq, o adət-ənənə, yəni tibbi adət-ənənə oturmuyordu. Yəni ancaq problem olanda həkimə gedirik. Həkimlər də zaten bunu oturtmağın çox tərəfdarı deyirlər. Ki, gəldi müayinə oldu, bunun hər hansı bir qarşılığı yoxdur, bu kimi. Əslində o hər hansı bir qarşılıq qarşısında, hər hansı bir maddi ücrət qarşısında müayinə olunmalıdır. Yəni müayinə də 2 dəqiqəli, 3 dəqiqəli deyil, geniş bir müayinə olunmalıdır. Rentgenlər çəkilməlidir, müəyyən diş əti xəstəliklər üçün ölçümlər olunmalıdır. Ondan sonra pasiyentin çiynəmə sisteminə baxılmalıdır, oynaq sisteminə baxılmalıdır. Yəni ağız boşluğu müayinəsi də 2 dəqiqə, 3 dəqiqə belə baxıb, hə, sənin çürüyün var, diş ətin qanayır və yaxud da o şəkildə pasiyentlərə yora veriləcək bir müayinə sistemi şey deyil. Yəni pasiyentlər müəyyən məbləğ qarşılığında gəlməlidir və həkim ona ən az bir 15 dəqiqə, 20 dəqiqə, yarım saat baxmalıdır və problemlərini sadəcə ağız bölgəsində deyil, üz əzələləri olsun, oynaq bölgəsi olsun, bütün problemləri pasiyentə çatdırmalıdır. Yəni digər bir qorunma vasitəsi də budur. Gigiyena və həkim kontrolu. Çox sağ olun, doktor. Təşəkkür edirəm. Öz sahibinizə aid olan bu peşəkar məlumatları həm mənimlə, həm də bizim izləyicilərimizlə bölüşdüyünüz üçün. Düşünürəm ki, həqiqətən də biraz belə bəsit mövzular kimi görünə bilər qıraqdan ki, diş fırçalamaq necə olur və yaxud da diş sapı nə qədər önəmlidir falan, amma ümid edirəm ki, həqiqətən də baxan insanlar buradan öz ölçülərini götürəcəklər və bu onların artıq gələcək yaşantılarında onlara müsbət tərəfdən köməklik olacaq. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Çox sağ olun. Sağlıq Saatın bugünkü qonağı stomatoloq, implantoloq Bəhruz İsmailov oldu. Videonu bəyənməyi, fikirlərinizi şərh bölməsində qeyd etməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.